Son günlər gömrük orqanlarında aparılan əməliyyatlar, açıqlanan qaçaqmalçılıq faktları, həbslər və kadr islahatları müəyyən müzakirələrə səbəb olub. Qlobal İnfoza danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, gömrük sisteminin vergilər xidmətinə birləşdirilməsinin müsbət nəticələri ola bilər. Stat: Ən az ona görə ki, büdcənin formalaşdırılmasında rol oynayan iki əsas orqanlardan vergilər xidməti, digəri isə gömrük komitəsidir. Bəzən bu orqanlar öhdəliklərini yerinə yetirmək üçün bir-birlərinin ayaqlarını tapdalamalı olurlar. Məsələn, ithal mallarından həm Dövlət Gömrük Komitəsi, həm də vergilər xidməti əlavə dəyər vergisi alır. Bəzən Dövlət Gömrük Komitəsi üzərinə qoyulan öhdəliyi doldurmaq üçün qəsdən ithal məhsulunun yerli bazardakı qiymətini yüksək göstərir. Mal isə göstərilən qiymətə alınmayanda vergilər xidməti öz öhdəlik borcunu yerinə yetirə bilmir. Üstəlik, sahibkarlar bir də hər il 20%lik mənfəət vergisi ödəməlidir. Bu da istər-istəməz vergilərin toplanmasında qarışıqlıq yaradır. Hər iki qurum eyni nazirlikdə birləşdirilsə, sahibkarlardan alınan əlavə dəyər vergisinin miqdarı şəffaflaşar. Nəticədə bu, həm vergilərin yığılmasına, həm sahibkarın daha çox istismar olunmamasına, həm də istehlak bazarına müsbət təsir göstərər. Siyasi şərhçi bildirib ki, hər iki dövlət orqanı vahid mərkəzdən idarə olunduqda korrupsiya halları ciddi şəkildə azalar. Həmçinin vergi və gömrük orqanlarında çalışan işçilərin də sayında ixtisarlar aparılar. Dövlət büdcəsinin hədsiz artırılmasının da qarşısı alınır. Amma bunun korrupsiya və rüşvətxorluğun qarşısının effektiv şəkildə ala biləcəyini demək çətindir. Bunun ən qısa yolu gömrük və vergi orqanlarının insan amilindən təmizlənməsidir. Başqa sözlə, bu qurumların rəqəmsallaşması əliyarı dövlət məmurlarını cinayətkar əməllərdən imtina etməyə gətirib çıxara bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.